Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə 3 balaca cücə adlı fransız nağılını danışacağam. Bir vaxtlar 3 kimsəsiz cücə vardı. Qara, sarı və ağ rəngdə olan bu cücələr özlərinə bir yuva tapmaq ümidi ilə səfərə çıxdılar. Axşama qədər bir yer tapmalı idilər. Çünki amansız qurdla qarşılaşmaq istəmirdilər. Yolda gedərkən kərpic yığını gördülər. Bunlardan bir daxma tikməyə qərar verdilər. Tez də bitirmişdilər. Ən böyükləri olan qara cücə içəri girdi. Gəlin baxaq, görək qapı yaxşı örtülürmü? Çöldə qalan cücələr bağlı qapının arxasında gözlədilər. Amma qara cücə qapını açmadı. Digər 2 cücə nə qədər yalvarsa da, qara cücə onların yalvarışlarına məhəl qoymadı və içəri buraxmadı. 2 qardaş yollarına davam etdilər. Bir müddət sonra yenə kərpic yığını gördülər. Çox sevindilər, çünki artıq axşam düşürdü. Dərhal yeni bir ev tikdilər. Sarı cücə qapını yoxlamaq üçün içəri girdi. Amma qapını açıb nə qardaşını evə buraxdı, nə də özü çölə çıxdı. Ən balaca ağ cücə çarəsiz qaldı və tək başına yoluna davam etməli oldu. Artıq bütün ümidi itən, hava qaralmağa başladığı üçün canavarın hücumundan xilas ola bilməyəcəyini düşünən ağ cücə hıçqıra-hıçqıra ağlayırdı. Qəflətən qabağına meşə pərisi çıxaraq ona ürəkdirək verdi. Ağlama ağ cücə, qardaşların səni tək qoydu. Amma sən ürəyi təmiz cücəsən, onlara heç bir pislik etmədin. Onlar səni evlərinə qoymadılar. Amma mən sənə daha möhkəm ev tikərəm. Pəri sehirli çubuğu ilə bir şam ağacının qozasına toxundu. Qoza böyük bir ev oldu. Ağ cücə də evinə girib qapını bağladı. O gecə canavar çox ac idi. Cücələrin qoxusunu aldığına görə əvvəlcə qara cücənin qapısına getdi. Zorla qapını açdı və qara cücəni yedi. Daha sonra canavar sarı cücənin evinə getdi. Onun daxmasına da girmək heç çətin olmadı. Beləliklə qurd sarı cücəni də yedi. Axırda növbə ağ cücəyə çatdı. Amma onun qapısı çox möhkəm idi. Acgöz canavar nə qədər əlləşsə də qapını aça bilmədi. Beləcə ağ cücə xilas oldu. O biri cücələr isə xain olmağın cəzasını çəkdilər. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.